Bu qadını Azərbaycan polisi İlham Əliyevin banditləri zorlayıblar. Baxın, hara şikayət edir, xeyri yoxdur. Və sonradan deyək ki, bu əl ağacından deyək ki, çıxış elədiyi yerdə mən onu vermişdim və ağacı da göstərmişdim. Bax, bu qadın zorla və sonunda da özünü saxlaya bilmir və ağac əlindən düşür, yıxılır. Və mən o qadın haqqında yenə də həmən bir nəfər kimsə yazmışdı ki, yəni o yəqin İlham Əliyevin trollarından idi. Yazmışdı ki, bəs qardaş bu çoxdandan olmuş məsələdir. Bunu niyə indi qardaşım? Cinayət, dostlar, çoxdan olmuş məsələ olmur. Açılmış cinayət olur, açılmamış cinayət olur. Əgər o cinayət öz deyək ki, həllini tapmayırsa, onun təzəsi köynəsi yoxdur, o cinayətdir. Və bu gün də, baxın, çox qəribə bir bizim məntiqimiz var, dostlar. Biz İlham Əliyev bayrağı hörmətsizlik eləyəndə biz ona münasibət bildirmirik. Amma biz bir-birimizə qarşı o qədər aqressivik ki, cənablar, Xanlar Vəliyev Tərtərdə bizim hərbiçiləri Azərbaycan bayrağının üstündə